Əziz və hörmətli Üç Qardaş ailəsinin daimi izləyiciləri, sizi əziz qardaşlarımızın xatirəsinə tikilmiş bulaqla tanış edirəm. Sizin hər birinizi salamlayıram yüksək səviyyədə. Başda Üç Qardaş ailəsinin rəhbəri Azər Bağırov olmaqla Allah cəm şəhidlərimizə rəhmət eləsin. Məkanların cənnət, məqamların uca eləsin. Allah Taala bizi onların ruhu qarşısında utandırmasın. Bu bulağı da tikən sıravi vətəndaşdan tutun, dövlət məmuruna qədər hər birinə təşəkkür edirik. Alqışlayırıq. Allah mallarına bərəkət versin, canlarını sağ eləsin. Yəni alqışlanmalı bir iş görüblər. İstəyir burada dövlət məmuru, yəni maddi, mənəvi, sıravi vətəndaş, hər kəsin burada bir əməyi varsa, Allah onun malına bərəkət versin, canını sağ eləsin, ömrünü uzun eləsin. Yəni alqışa layiq bir iş görülür. Yəni əziz qardaşlarımız yaşayır. Şəhid olarkən dilləri ağzında yanan, susuz şəhidlik zirvəsinə ucalan qardaşlarımız hər kətdə, hər qəsəbədə, elimizə, obamıza belə bir bulaq qoyublar xatirə. Allah cəm şəhidlərimizə rəhmət eləsin, məkanların cənnət, məqamların uca eləsin. Əysən deyirik belə işlərə. Su da gəlir, çox gözəl. Mən özüm də bir şəhid qardaşıyam, itkin şəhid qardaşıyam. Cəbrayıl Xanablaq kəndinin itkin şəhidi Mahir Allahquliyevin qardaşıyam. Özüm də qaziyam, 2-ci qrup 50-əm. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Məkanların cənnət, məqamların uca eləsin. Yəni biz Üç Qardaş ailəsi olaraq belə işləri alqışlayırıq və o yolun azmış məmurları da səsləyirik ki, insafa gəlsinlər, dinə imana gəlsinlər və bu qardaşlarımıza bu cür bulaqların tikilməsində dəstək olsunlar. Allah cəm şəhidlərimizə rəhmət eləsin, məkanların cənnət, məqamların uca eləsin. Allah Taala bizi onların ruhu qarşısında utandırmasın. Amin, amin, amin.